Salam değerli şahitler. Bugün size 7 dekabr, yani 12-2005-ci illər OTK sınav 11 siniflər üçün 1 və 2-ci qruplarda riyaziyyat fənnindən düşəcək mövzuları qeyd etmişəm. Baxaq görək bu imtihanda hansı mövzularla qarşılaşacağıq. Təbii ki, natural ədədlər, adi və onluq kəsrlər, çoxluqlar, nisbət, tənasüb, faiz, həqiqi ədədlər, buradan modul ifadələr, rasional, irrasional ədədlər, rasional ifadələr, bir hərfli, çox hərflilərin qruplara aid olması, kvadrat kök, hesabı kvadrat kök, yəni kökə aid olan bütün xassələr düşəcək. Bir dəyişənli tənliklər, eyni zamanda həmin mövzunun içərisində kvadrat tənliklər, modul, rasional və irrasional tənliklər də düşmüş olacaq. Bunların üstə bir başlığın içərisindədir. Tənliklər sistemi, sonuncu mövzumuzu riyaziyyatdan tənliklər sistemidir. Bir də həndəsəyə aid mövzular var burada. Həndəsənin əsas anlayışları 3 bucaqlar, çevrə, 4 bucaqlılar, çox bucaqlılar. Eyni zamanda bunun içərisində bilirik ki, biz öyrəndik parallelogram, romb, düz bucaqlı, kvadrat və trapesiya kimi fiqurlar öyrəndik. Yəni bu fiqurların bütün xassələri bu imtahan 7 dekabrda düşəcək. Hər birinizə imtihanda uğurlar arzu edirik.